Mərkəzi Bankın mandatına nə aiddirsə, Mərkəzi Bankın mandatına çox şey aid deyil açıq. Dövlət qurumudur da, o belə deyək, iqtisadi artıma cavabdehlik daşımır, maaşla cavabdehlik daşımır, təqaüdə cavabdehlik daşımır. Yəni, insanların maraqlandıran məsələlərə cavabdehlik daşımır da. Mandatına uyğun məsələlərlə bağlı qaldırdığımız problemlərin bir qismini həll etməyə çalışırlar ən azından. Məsələn, neçə dəfədir bir çox, o cümlədən mən də, digər iqtisadçılar da qaldırmışlar ki, niyə bizim insanımız təqaüdü və maaşını istədiyi bankdan ala bilməz? Niyə mütləq ya beynəlxalq bankdan olmalıdır, ya kapital bankdan? Onları gücləndiririk də, niyə bu rəqabətə ziddir? Və insanın seçim imkanlarını əlindən alır. Bu yaxınlarda bu məsələnin həll olunacaq. Sonra mən keçən görüşlərdə qaldırmışdım, bu dəfə də qaldırdım ki, yəni dövlətə cərimə verirsən, cərimə verəndə də 40 qəpik və yaxud da başqa platformalarda daha çox rüsum tutulur, ödəniş rüsumu. Cəriməmi dövlətin bankından, dövlətin cəriməsini ödəyirəm, dövlətin bankı məndən 40 qəpik niyə tutur ki? Məsələn, yol polisinin cəriməsi 10 manatdır, tutalım, 10 manatlıq cərimədir, sürət həddini çox qısa asmır. O, həmən bir tez ödəyəndə də 1 manat güzəş verilir, 10% güzəş verilir, 9 manat ödəyə bilərsən. Ödəyirsən 9 manat 40 qəpik çıxır. Niyə? Bu absurddur axı, yəni mən dövlətin cəriməsini dövlət bankından ödəyirəmsə, məndən niyə dövlətin bankı rüsum tutmalıdır ki? Yəni, bu məsələ də dediyinə görə bu yaxınlarda yenə həllini tapacaq. İş adamlarını ən çox narahat edən məsələlərdən belə postterminal xərcləridir. Əlavə vergi yüküdür. Postterminal xərcləri 1,5-2%dir marketlərdə. Niyə? Ya restoranlarda. Bu çox yüksəkdir. Dediyinə görə bu Mastercard və Visa ilə qaynaqlanan problemdir və onun həlli ilə bağlı danışıqlar gedir. Ola bilər ki, növbəti həftələrdə bununla bağlı bir həll yolu olsun. O da növbəti verginin azalması olacaq da. Təsəvvür edin, böyük marketləri təsəvvür edin, görün onların dövriyyəsi nə qədərdir? Hər postterminal əməliyyatına görə 1,5-2% vergi əməliyyat xərci vermək çox böyük rəqəm alınır da, fantastik rəqəm alınır. Ona görə də o məsələdə dediyinə görə həll olunsun. Amma mənim qaldırdığım məsələ görüşdə özünə də dedim, Mərkəzi Bank rəhbərinə ki, birbaşa sizə aidiyyatı yoxdur. Amma sizin də İqtisadi Şurada, digər nazirlərlə görüşləriniz olanda bu məsələni müzakirə etməyə ehtiyac var da. Azərbaycanda büdcə xərcləmələrinə fokuslanmış bir böyümə modeli var idi. İndi büdcəni sıxıblar, büdcədən pul ayrılmaq problemə çevrilir. Büdcənin dolmadığını əsas problem elan edib, vergi, cərimə, rüsumları artırırlar. Bu da əksinə iqtisadi aktivliyi zəiflədir və Azərbaycanda ümumdaxili məhsul 0,3% azalıb, birincirib. Bu il ən yaxşı halda 1,1% artacağını gözləyirlər, çünki neftin qiyməti qalxdı, qazın qiyməti qalxdı. Amma 1,1% artım elə resesiya deməkdir. Azərbaycan kimi kiçik və inkişaf etməkdə olan ölkələrdə 3-dən yuxarı olmalıdır iqtisadi aktivliyin artması ki, cəmaət bunu hiss eləsin. İnflyasiya yüksəlir, qiymətlər artır, real gəlirlər azalır. Bütün bunlarla bağlı bir yol xəritəsi, bir plan olmalıdır, yoxsa yox. Yəni, bunu hökumət eləməlidir. Hökumət eləməlidir. Dedim, bizim də, belə deyək də, səsimiz sizə çatır, sizlə görüşürük. Bu problemləri qaldırırıq ki, İqtisadi Şurada müzakirə eləyəndə bu məsələlər də müzakirə olunsun. Həm də sitat da gətirdim mən. Hörmətli Mikayıl Cabbarov bu yaxınlarda bir maraqlı açıqlama verdi ki, Azərbaycan yeni iqtisadi modelə keçir. Mən də dedim ki, görüşdə ki, biz köhnə modelin adının nə olduğunu bilmirdik. Köhnə nə idi ki, biz yeniyə keçirik? Və bu yeninin adı nədir? Hardan hara keçirik? Bununla bağlı bir açıqlama olmalıdır da. Bununla bağlı bir biznesdə insanlar da önünü görməlidir ki, biz hardayıq, hara gedirik və bu yol nədən ibarətdir? Keçmiş modelin adı nə idi ki bizdə? Neft pullarının hesablanmış iqtisadi model. Bu iki borudan sallanan iqtisadi model. Adını belə mi qoyaq? Bəs yeni modelin adı nədir? Sağ olsun, baş bankir dedi ki, mənim öz fikrimi deyə bilərəm. Mənim düşüncəm odur ki, hökumət də bunu istəyir, hökumət də buna çalışır. Kiçik orta sahibkarları dəstəkləyəcək yeni iqtisadi model olacaq. İnşallah, tək ki olsun. Amma bu qədər vergi artırmaqla, rüsum artırmaqla, cərimə artırmaqla, iqtisadi aktivliyi bu qədər zəiflətməklə kiçik orta sahibkarlara necə dəstək olmaq olar? Bax, bunu anlamaq mümkün deyil. Adi elementar nəqliyyatın idarə olunması belə kiçik orta sahibkarları boğur.
Başqa bir şeyləri demirəm, hələ böyük problemləri demirəm. Yəni parkingin olmaması bir küçədə bir baxsan alış-verişi sıfırlayır. Bu belə öyrəşib də insanlar, belə öyrəşiblər ki, maşınını saxladı, nəsə aldı. İndi bunu deyəndə o yeni urbanistlər çıxıb meydana, qlobalist urbanistlər, orada deyirlər ki, maşınsız gəzsin. Qardaş, demək asandır, asandır, maşınsız, velosiped sürsün. Bakıda velosiped sürmək olur. Bakının relyefini görmürsünüz. İçəri şəhər metrosundan yeni yasamala get velosipedlə, görüm nətər gedəcəksən. Dünya çempionu olmaq lazımdır velosiped üzrə. Dərətəpə ilə sən get yeni yasamala, ya qalx inşaatçılara. Necə? Yəni bu məsələlərdə yəni, bunlar da təsir edir. İqtisadiyyata bunlar da təsir, hər şey təsir edir. Yəni vergiləri artırırsan, görürsən ki, bu iqtisadi aktivliyi aşağı salır. İqtisadi aktivliyin aşağı salması sən hədəf qoymusan ki, büdcəni dolduracaqsan. Əksinə büdcə daha da az gəlir əldə edir. Görürsən səhv yoldur da, bunu saxlayırsan. Deyirsən ki, iqtisadi aktivliyi artırmaq üçün nə lazımdır onu eləyəcəm. Əksinə vergiləri salacam. İndi də buna şans var. Vergilər də qarşı illərdə daha da artacaq. Bəli, indi 3-dür, gələn il 5 olur, sonra 7 olacaq gəlir vergisi. İndi də şans yaranıb da, Allahın bir lütfüdür. Bu müharibə çox pis şeydir. Allah hamımızdan, hər yerdən, bütün dünyadan uzaq eləsin. Amma bu müharibələr Azərbaycana bu il əlavə 1,5-2 milyard dollar əlavə gəlir gətirəcək. Nəzərdə tutulmuşdu, məsələn, 5 manat olacaq 7 manat. Bu lap gözəldir. Deməli, bu əlavə gəlir gələcəksə, əksinə, o əlavə gəlir göydən düşdü də, biz bunu hesablamamışdıq. Bizə, yəni bunun olacağını düşünməmişdik də. Trump da getdi, İranı vurdu, aləm dəydi. Bir-birinə müharibə, neftin qiyməti qalxdı. İndi bu 2 milyard dollar da 3,4 milyard, 3,5 milyard manat eləyir də. Sən vergiləri artırmaqdan ən yaxşı halda 600 milyon manat əlavə pul qazanacaq büdcə. Burada var da 3,5 milyard da əlavə pul. Gözlənilməyən halda pul gəldi. Əksinə görəcəksən belədir, vergiləri biraz da sal. Allahın bir şeydir də, lütfüdür necə deyərlər, qiymət qalxıb, pul çox gəlib, vergiləri sal, qoy iqtisadi aktivliyi artsın. Bizdə əksinə iqtisadi aktivliyin artırılması üçün bütün maneələr elə bir anda yaradılır. Lisenziyalar sərtləşdirilir, nəzarət edici orqanların sayı və funksiyası artırılır, vergilər artırılır, rüsumlar artırılır, cərimələr fantastik dərəcədə. Hələ biz vətəndaşlara olan cərimələrdən danışırıq, onlar da çox artıb və onlar da haqsızdır bu cərimələr. Amma biznes olan cərimələr bundan 5 dəfə çox artıb. Fantastik dərəcədə çox artıb. Manqalı qoyub kabab çəkir rayonlarda, kafelər, restoranlar. Dədə-baba qaydası ilə Sovetin vaxtında belə çəkib o kababı. Sovet belə öz sərt sistemi ilə gəlib ona ilişmirdi. İndi gəlib deyirlər ki, üzərinə tüstü boğa, avadanlıq quraşdırmasan meşənin içində. Yoxsa sənin 1500 manat cərimə eləyəcək. Büdcəni dolduraq. Niyə? Hələ bunun korrupsiya tərəfini qoydum bir qırağa, tutalım hamısı təmiz insanlardır, təmiz işləyirlər. Axı cərimənin özü yüksdür axı. O yazıq kafe, meşədəki kafe nə qədər pul qazanır ki, 1500 manatda cərimə ödəsin? Və yaxud da niyə onun tüstüsü meşəyə getməməlidir ki? Dədə-baba qaydası ilə belə olub da. Bunun nə ziyanı var ekologiyaya? Nə ziyanı ola bilər? Bəzi axmaq aktivistlər var, ekoloji aktivistlər var, anlamayan, yəni dünyanı, iqlim dəyişikliklərinin, belə deyək, aktivistləri var. Ekoloji aktivistlərdən biri mənəm. Məsələn, öz oğlumdan hər şənbə bazar gedirəm şəhər kənarında zibil toplayırıq, torbalara aparıb zibil atıram. Demək olar ki, hava yaxşı olanda hər şənbə bazar ya altı ağac tərəfdə, ya şəhər kənarında biz bunu eləyirik. Amma bir də var ki, qanmadıqları mövzudan deyirlər ki, sıfır karbon atkısı olmalıdır da dünyada. Bilirsiniz də bu çox geniş ya. Sıfır karbon, sıfır atkısı olsa bitki olmayacaq. Bitki onunla qidalanır. Ağac karbon qazı ilə qidalanır. Niyə yol kənarında ağaclar həmişə yaşıl olur? Nə də həmişə deyirik də, karbonudur, oksigen farkında bu orta məktəbdən hamımıza keçib. Yəni bu nöqteyi nəzərindən düşünənlərin arasında məmurlar da var. Gəlir deyir, Aktanın və başqa nümayəndəsi gəlir deyir ki, meşədə kabab çəkmək ekologiyanı korluyursan. Bəsdirin də. 100 min ildə insan evladı mağaradan çıxanda meşədə kabab çəkir. Ekologiya onlara dəxli yoxdur. Allah bizə səbir versin.